atama sizden başka problem yaradan adam olmuyor. Ümit, yəqin artıq sənin toruna düşüb. Əlacım olsa bu çayı tökərəm bu gədənin başından başa. Sən də, xəyal edə, mənim himayəmdəsi sözdə qanunla. Sən kimlərin mən heç qapında it yerinə saxlanılan, Cavab çatmış xəstəxanadayıq. Cavab xəstəxanadayıq. Təşviqiniz. Sağ olun, mən. Gələr indi arada olsa, biraz gecikir şey. Ya, yaxşı yadıma düşürsə, bir dənə qəşəng arıqlama resepti deyim. Nə gözəl ayət. Reyhan var, Reyhan. Reyhan götürsünüz, atırsınız suya. Bir dəfə qaynadırsınız qəşəng. Soyandan sonra limon sıxırsın, elə bir dənə. Tam. Gündə 2 dəfə içirsən, əla. Ne yaxşı, mən bilmirdim bunu. Reyhan demişkən, Çox sağ ol. Reyhan yanına gəlmirsin. Yesin incimiz arvad önə söyle. Yox, heç nə. Ben bunu bir güzel dert etmediğimi. Sənə inanırdım. Bilirdik ki, qalib olacaqsan. Təbriklər. Çox Gel görün bura dana var. Gel görün bura. Gel görün bura. Bir tane daha almışlar geldi. Ümit. Məktəbin müdiriyyəti və müəllimlər kollektivi adından sənə bu təşəkkürnaməni təqdim edirəm. Buyur. sağ ol. Etibar müəllim, biz dərsə mane olmayaq, gedək artıq. Hə, siz mane olmuyorsunuz, gedin öğretmen. Biz gedək, siz Sağ olun. gedin. Salam uşaqlar, bir daha. Təbrik eləyirəm. Uğurların bol olsun. Çox sağ ol. Samirlə İlahi ana. Yaşar müəllim çağırıb. Dərs artıq başlayıb. Bugünkü dərsimiz şərt budaq cümləsidir. Sərfi niyə götürmədin? Dedim axı lazım değildi. Diqqətiniz məndə olsun. Xahiş eləyirəm, bunu götür. Dedim axı lazım değil. Hamının pulunu özünə qaytarın.
Cavad İsmailov onunla bağlı sizə məlumat vermişdi qeydiyyatda. Bir dəqiqə baxıram. Şükür özünə gəlib. Vəziyyət yaxşıdır. Reanimasiyada yatacaq. Bəli, buradadır. Dünən gətiriblər. Yaxınları burada olmalı. Bəli, buradadır. Heç səbir. Oldu. Çox. Buyur. Başımı itirmişəm. Eybi yoxdur burada. Biz onları şəhərdən silək. Salam cavanlar. Salam komandir. Necəsiz? Yaxşı. Cavad İsmailovun yaxınları sizsiniz? Bəli, dostlarıyıq. Dostları. Cavad İsmailovun döyülməyi haqqında bizə məlumat daxil olub. Yəqin ki, xəbəriniz var. Xəbərimiz var deyəndə ki, komandir, biz də siz bildiyiniz qədər bilirik. Mən bildiyim qədər. Bəli. İnşallah mən bildiyim qədər. Yaxşı. Necə olub hadisə? Cavad, niyə döyülüb? Komandir, dünən axşam elə bu vəziyyətdə bizim iş yerimizə gəldi. Nə danışmağa, nə gəzməyə halı yox idi. Ona görə də soru-sual verməyə də vaxtımız olmadı. Qərarı aldıq ki, təcili yardımı xəbər edəyik. İş yerinizə. Bəli, Harada işləyirsiniz ki? biz ustayıq, maşın ustasıyıq. Zərər çəkən də ustadır. Bəli. Bəli, bir avtoservis icarəyə götürmüşük, orada da başımıza qatırıq. Yaxşı. Deyirsiniz ki, zərər çəkən iş yerinə özü o vəziyyətdə gəlir. Bəli. Yaxşı. Onda mənə əlaqə nömrənizi verin. Yazın komandir, elə mənim nömrəm yazın. 070 399 92 92. Tələsmə. Adın? Vüqar. Səndir? 055 781 53 13. Sənin adın nədir? Nə Almı Xaloğlu deyir də. Tamam. Yaxşı. Zərər çəkən özünə gələndə gəlib ondan izahat alınacaq. Amma yaxınları olaraq sizdən də ziyan götürəcəm. Problem deyil komandir. Hara deyirsiniz, ona da gələrik. Belə olacaq. Özünüzdən müqayisə. Sağ olun. Allah'a emanet. Hərdən gəldi çıxmayıb. Bunun kimi də deyək ki, dəşin arasındayıq. Ay bu qırdı. Yavaş. Sağ olun. Çözeceğim ben. Çaylarımız da geldi. Verin, qabları verin. Çəkirlər də top çəyək qəşəng. Hamıya salam. Axır ki gelip çıktın. Biz de elə bildik dərsdə ilişib qalmışsan. Kime çatmadı? Verir sizə də. Torttan orada. Ver kızım. Bak burada nə həqiqdə damsan. Niye burada? Qabları verin, koyun. Atın kimdə yoxda atıyorsun bura. Hamıya çapdı. Yiyin, tort yiyin. Sağda topun ikisi boşa. Məndən yaxşıdır. Ha, orada nasıl saatlar, burada nasıl Güney, sənin üçün güz də gəldi o. Bəlkə sənə gəlib, çevrilə olmuşsan. Mənəm. Sən sağ ol. Görərsin. Görürsən, cəmaat da burada gül alır. Neyinlə Mehmet orada götürüb versin mənə? Sağ ol. İşte, mənim də hədiyyələrim var.
Bu gün, Öyle değil, evet, görün bu. Kardeşim. bu sənə. Aha. Bu da ki Ümid sənədir. Deyirlər ki, bu halı saatdır, markete girəndə deyirlər ki, ən qəşəng saatlardan biridir. Görməm necədir, xoşunuza gəlir. Lan bir baxın. Mamanı görmürsən. De ki, onu demək istəyirdim ki, o deyən sənə verməklə məqsədim odur ki, vaxtı bu daha yaxşı şeylərə sərf eləyəsən. Heç də, üzürlü sayın məni, mənim işim çıxdı, getməliyəm bir yerə. Bir də ki, onu demək istirdim ki, 6-cı gün, yəni şənbə günü mənim ad günümdür, doğum günüdür. Başda etibar mənim olmaqla, bir də sevinç mənim siz başda olmaqla. Sizin hamınızı öz ad günümə dəvət edirəm. Heç də çox sağ olun, mən getdim. Yollanırlarsa. Yaxşı, məni də bağışlayın, mən getməliyəm. Ümid, sən bir daha təbrik eləyirəm, uğurların bol olsun. Elbistin sen de görünme. Görünmem, senin işin yok. Kalk. Söz deyirəm. Ben burada uşaqların içində açıb ağartmadım. Bu ne siz çəkdiniz oğlum? Heç də Ne işini? İş nədir bu? heç də olmadı da mən, elə belə. Şu olsun öyle belə. Ama ben heç vaxt yalan danışmam. Düşün. Uşaqlar, yadınızda ümid kimi pul yığmışdım. Təəssüf günü də pulu götürmədim. Götürmədi pulu. Götürmədim. Uşaqlara pul qaytar. Hamınız da çox sağ olun. Uşaqlar, deyin görüm kim nə qədər vermişdi. Buna uyğun bölüşdürək. Sən də 20. Məndə də. Nə oldu elə hamımız 20. Safura xanım, təəssüf ki, sizə xoş xəbər verə bilməyəcəm bu məsələ ilə bağlı. Çünki mülki məcəllənin mülkiyyət hüququ ilə bağlı müddəalarına əsasən qardaşınızın evini əldə edə bilmərsiniz. Hər hansı bir qanuni müdaxilə, o cümlədən vərəsəlik iddiası yalnız Ümid Cəfərovun hüquqlarına zidd hesab olunur və məhkəmə tərəfindən rədd ediləcək. Düzü, başa düşmədim. Bu necə olur? Mən qanuni himayədarıyam uşaqların. O baxımda uşaqlar. Evvələ əvvəldən Qədirin, mənim qardaşımın, uşaqların atasının adını olub. Bizim ata evimizdir. İndi mən uşaqlara baxıram, evi adıma keçirdə bilmərəm. Yox, Safura xanım, elə deyil. Çünki himayədarlıq uşağın gündəlik baxımı, təhsili və həyati ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub. Bu hüquq ilə biz onun mülki hüquqlarına müdaxilə edə bilmərik. Bilirsiniz, bəlkə bizə necəsə kömək eləyə bilərsiniz. Hər halda bunun bir yolu var da. Biz də borçlu qalmarıq sizə. Hədə nə hörmət lazımdır eləyərik. Baxın, bu elə də asan deyil. Bu məsələdə mən başqa bir yol görmürəm. Sizin istədiyiniz kimisə hər hansısa bir yol dələduzluğa aparır, çıxarır. Bunun özü də cinayət məsuliyyətinə gətirir. Yox. Misal, baş fikir. Gözünüzdən nur yağır. Kömək eləyə bilərsiniz. Hə? Cahangir bəy, təəssüf edirəm. Başqa bir yolu yoxdur. Bəlkə başqa bir yolla niyəsə yönəldəsiniz, tanışdan. Nə cür bir yol? Axı qeyd etdim. Bütün hüquqi tərəfləri də izah etdim, Cahangir bəy. Siz isə hələ deyirsiniz başqa bir yol. Bir şeyə çarə var. Çox sağ olun. Yaxşı. Buyurun. Buyurun. Gəl.
Sağ olun. Nə qəşəng buketim var. Onu mən deməliyəm. Adam özü verdiyi gülü tərifləməz. Başa düşmədim. Kim verib onu? Necə yəni kim? Sən? Gəl görüm. Kim gönderib bunu? Mən səni bilirəm. Eldar, səndən başqa mənə kim buket göndərəcək? Mesajda ona görə yazdım da, elə bildim sənin hədiyyəndir. Mən sənə belə güllər vermirəm. Mən göndərəsi olsaydım, sevdiyin güllərdən göndərərdim. Bilirəm, amma elə bildim bu dəfə fərqli güllər hədiyyə eləmək istəmsən də. Bəlkə də sinif uşaqlarından kiminsə hədiyyəsi də ya valideynlərdən biri. Mənim sinif uşaqlarımdan biri şahmat üzrə çempion oldu. Bəlkə də onların təşəbbüsüdür. Valideyn şagird belə gül göndərmir. Bu imzasız güldür. Şimdisə sənə nə bilim, hər neysə eşq buketinə oxşuyur. Eldar, indi bu buketə görə sən qanqaraçılıq salacaqsan. Bəlkə də heç mənə gəlməyib, kuryer səhv salıb, heç üstündə yazı da yoxdur. Ay qız, kuryer göndərəndə demədi kimdən göndərilib, kim göndərib. Dedi mənə gəlib. Amma kim tərəfindən göndərildiyini demədi axı. Heç kim belə gül buketi göndərmir. Bu sevgi etrafına oxşuyur. Sən də bunu bilirsən. Amma çox rahatsan Sevinç. Eldar, sən artıq mənə inanmırsan. Adi bir buketdir də. Sənə deyirəm ki, bu eşq buketinə oxşuyur. Gizli münasibət, nə bilim. Sən mənə artıq gizli münasibətdə ittiham edirsən. Mənasız fantaziyaları özünə saxla. Nə gəldi uydurma. Gözümlə gördüyümə inanıram Sevinç. Heç nə də uydurmuram. Eldar, mənə inanmırsansa mənlə olmağın nə mənası var? Mən səni itirməkdən qorxuram. Sən də mənim yerimə olsaydın eyni şey eləyərdin. Axı biz bu buketə görə niyə dava eləməliyik? Yəni bütün problem bu buketdə, hə? Yaxşı, Eldar. Saxla maşını. Niyə? Saxla maşını. Saxla dedim də, Eldar, saxla. Gözlə. Vəssalam, bütün problem həll oldu. Sevilen acaba. Tek beni düşün, sevgime güven. Ben seni seven biriyim. Hele de Mene kıskana bak. O bakışları çok sevirim. Ben yüreğindeki sözleri de Ölürəm sənin üçün. Mən də sənin üçün. Kıskana bak, o bakışları çok sevirim. Yüreğindeki sözleri de ki sen inanma.
Necədir xəyali, bəyəndin? Hə, çox dadlıdır. Nuş olsun. Qutqanı da yəqin ki, bəyəndin də. Bəyəndim. Mübarəkdir. Ümid. Ne oldu sana Ümid? Heç xoşuma gəlmirsən. Ne olub ki, sadəcə? Bu pullar səndə hardandır? Son zamanlar özünü çox qəribə aparırsan. Elə üz gözün. Məndən də nəysə gizlədirsən. Amma mən səndən heç vaxt heç bir şey gizlətməmişəm. Sanmıyorum. Sən mənim ən yaxın dostumsan, Mən dostumdan heç nəyi gizlətməm. İnan mənə, mən pis bir iş görmürəm. Pullar da ki, halal zəhmətimdən qazanıram. İşləyirəm. Diyə nuş. Nə biçim daşırsınız orada? Yine kimin qeybətini qırırsınız? Qeybət deyəndə ki, səndən danışırıq da. Ümid mənə deyir ki, səndən xoşu gəlir. Ama utanır sənə deməyə. Mən elə də bilirdim. Samir düz deyirsən. Sağ olun reis. Reis, müstəntiqlə görüşməliyim. Şərətim var. Yaxınlaşın növbəsiz. Sağ olun. Sağ ol. Buyurun əyləş. Sizi eşidirəm. Reis, sizə çox vacib bir məlumat verməyə gəlmişəm. Neçə gündür ki, atamdan bir xəbər yoxdur. Nə nömrəsinə zəng çatır, nə evdə tapa bilirəm. Bilirsiniz, qorxuram ki, birdən başına iş gələr. Atanızın daim yaşadığı ünvan haradır? İzahat edirəm. Hoş geldiniz. O sənə qurban olsun. Necəsin? Sağ olun, sən necəsin? Ne geç geldiniz? Yeni haralarda gezirdiniz. Dərsdən sonra uşaqlarla gəzməyə getmişdik. Onlar nə deyir? Təzə qahman gödəyişər. Net baxırsın sənə xal. Hardandır? Ümid aldı. Ümid. Ay Ümid. Ay bala, sen bunları ne pullara almışsan? Hə? Deyib qazanmışam, nədir ki? Deyin baxım. Benim çempionlara pul verirler. Mübarək, mübarək. Deyin baxam. Qəşəng, dikeyim dən xala baxsın sənə. O əlindəkini çıxart da. Hə, çıxart dən geyim baxam. O sənə qurban olsun. Nə giyinsə yaraşır da. Qəşəng. Ondan da geyim dən baxam. Balıcı olmaz. Yox, yox. Gedir yine. Hara gedirsən? İşim var. Abala, axır vaxtlar dərsat da oxumursan ha. Bircə bilsəydin bu axşamlar hara gedirsən? Bir dəfə də nəyisə bilmədə, bir dəfə nə olar? Baxım sənə. Ay maşallah. Qəşəng. Sənə xala qurban olsun. Ben bağlayayım sənə üçün bunu.
Axşamın xeyir Əhməd əmi. Salam. Necəsən Ümid? Şükür Allaha yaxşıyam. Bacı necə? Şükür Allaha çox sağ olun. Nə qullu? Əhməd əmi, o keçən səfər aldıqlarımın pulu deyək. Hər şeyə görə çox sağ olun, götürün. Ümid. Bak dayan bana. Dedim axı. Yox, yox Əhməd əmi. Dedim axı heç bir şey lazım Bağışlayın deyil. Əhməd. Ay Ümid. Ümid. Canımı canan apar. Salam oğlum, necəsən? Sağ ol, salam oğlu, sən necəsən? Sağ olun. Təksən? Hələ qardaşım, şimdi görürəm. Necəsən? Heç nə, neyniyəcəm? Fəthiyevin maşınını düzəltməyə hazırlaşıram. Dünəndən də xotlanmır. Kömək eləyin. Ay, yox. Əlim yüngüldür. Heç aynı görüm, ala əlim yüngüldür. Yan görək. Yaxşı. Cavaddan nə xəbər? Vallahi deyirsən, valideyn Bunlar da onun yanındadır. Görək də. Sən haradaydın? Dünənlə iş üzrə gəlməmişdin. Haradaydın? Heç də. Şahmat çempionatı idi. Yox. Qardaşında çempion oldu. Ay, canavar xalam oğlu. Şirinliyi məndən. Çox sağ ol. Gelim onda bir dənə çay. 100%. İndi mən də işimi qutarım, gələndə şirniyyət alacağım. Bir dənə çay dəmlə. Yaxşı xalam oğlu. Gel gələm. Yaxşı. Tamam. Bu ne gündür? Ne bileyim şey. Fəthiyevdən xeyir gəlmir ki. Deyəsən sevməyə başlamışam. Aynur.
Mən Həmidi görməyə gəlmişəm. Bu gün dərsə gəlmədi. İndi evdədir. Sən bu dəqiqə evdə olan vaxtında valideynlərin hara baxırsan? Valideynlərim yox. Ay Qədir, görün çatlasın, ay Qədir, görün çatlasın. Budur sənin tərbiyəli, ağıllı balon, hə? Uşaq sizin nümayəndədir də. Ares, qurban olum, Hind kinosudur bu. Mən nə bilim arasında xal var idi. Ola bilər burada başqa bir adamın parmaq izi də olsun. Sonra biz kulağımızın dibini görürüz. Evi yok. Onun itkin düşməsindən xəbəriniz var. İtkin niyə düşsün ki? Sen niye tek koyup gittiniz?